Traderlar, bugünkü təlim videomuza xoş gəldiniz. Sizə izah edəcəyimiz stop loss nədir və stop loss biz niyə daha çox oluruq? Yəni biz sırf fikir verirsinizsə uşaqlar gəlir bizi stop eləyir və əməliyyatımız düzgün şəkildə yuxarı gedir, amma təəssüf olsun ki, bizi stop eləyir. Bu niyə baş verir? Uşaqlar, makerlar, hansı ki ticarət etdiyimiz platformada olsun, fərqi yoxdur, ümumiyyətcə deyim. Makerlar stopları görürlər. Yəni onların məqsədi isə nə etməkdir? Stop lossları nə qədər çox stop eləsələr, bir o qədər onlar üçün xeyirlidir, amma biz üçün zərərlidir və biz bundan necə qaça bilərik? Uşaqlar, sizə gəlin bir-iki texniki analizdən başa salaq və yəni çoxumuz ticarətçi və ticarətdən anlayışımız var, texniki analizləri bilirik və əməliyyatları doğru düzgün açmağı bilirik, amma bilmədiyimiz bir çox şey var. Nədir? Misal üçün stop lossumuzu düzgün təyin etməmək, take profit'i düzgün təyin etməmək, yəni az gözləyə çoxumuz gedirik, tamaşa çoxumuz gedirik və bu da gətirib bizim stop olmağımıza çıxarır. Birinci növbədə uşaqlar, biz düşünürük ki, bizim trend üz yuxarıdır. Fərqi yoxdur, hər hansı bir qrafik olsun. Trend bizdə üz yuxarıdır. Aydındırmı? Belə bir trendimiz var bizim. Və biz dəstək və dirəncilərdən, əlbəttə ki, tradersansa, ən azından anlayışın varsa, sən dəstək və dirəncilərdən mütləq şəkildə istifadə etməlisən. Deyək ki, belə bir burada bizim bildiyimiz kimi dirəncimiz var və burada minimumda da belə deyək, hansı ki, burada belə bir dəstəyimiz var. Dirəncimiz və dəstəyimiz var. Biz çox insan buradan ticarəti əlbəttə ki, düşünür ki, qırılmadan sonra mən yuxarı yönlü əməliyyat açmalıyam. Deyək, biz yuxarı əməliyyat açırıq. Deyək ki, çoxumuz belə bir take profit qoyurlar. Stop lossu çox insan qırılmadan sonra əməliyyata girir deyə, hər zaman qırılmadan sonra əməliyyata girir deyə, stopu çoxluq hər zaman yuxarılardan bir yerdən qoyurlar ki, onsuz da bu qırıb və yuxarı yönlü onsuz da əməliyyat gedəcək. Yox, bu düzgün deyil uşaqlar. Çünki korreksiya etmələr baş verir. Yəni biz stop lossumuzu bildiyimiz kimi belə deyək də, dirənci qırıbsa özün üçün dəstək yaradıb. Yəni əksi bunun dəstək adlanır və dəstəkdən biz bir tık aşağı etməliyik. Yadınızda saxlayın. Əgərləri biz düşünürüksə əməliyyata buradan girməliyik. Əlbəttə ki, buradan əməliyyata ümumiyyətlə girmək yanlışlıqdır, amma çox insan belə düşünür ki, əməliyyata biz buradan girməliyik. Amma elə deyil. Əgərləri belə bir hadisə baş verərsə, stop lossumuz biraz aşağıda olsun. Çünki korreksiyada, yəni korreksiya verib, gələr, aldadıcı qırılma görsədər və stop edir. Hər zaman yadınızda saxlayın uşaqlar. Bildiyimiz bizim burada, gəlin belə bir şey deyim. Yəni burada bizim nəyimiz var? Bir aşağı minimum və maksimum sonumuz var. Yəni bura dəstək gedir, bura dirənc gedir. Əgərləri dirənci qırarsa, qırdığı tədbirdə uşaqlar geri dönüşdə uşaqlar bu adlanır bizə dəstək. Yəni burada özünə bir dəstək hazır edib. Yəni həmin dəstəyə hər zaman geri dönüş olaraq qırılma edə bilər. Yəni korreksiya verər, qırılma edə bilər. Əgərlə siz stopunuzu buradan təyin etsəniz, yəni şam bədən olaraq deyil də fitil atıb burada bitirərsə belə, fitil atsa belə, yəni sizi stop eləyə bilər. Ona görə əməliyyatınızı hər zaman güvən alırsınız və rahat şəkildə stop loss və take profit təyin edirsiniz. Yəni buradan ümumiyyətcə əməliyyata girmək biraz ağılsızlıqdır. Yəni mənim buradan belə çəkdiyim, yəni buradan qəti sürətlə əməliyyata girmirsiniz. Buranı silək. Prosta girənlər üçün dedim ki, buradan əgərləri buradan girirsinizsə belə nəyə nəzər etməlisiniz uşaqlar? Biz hər zaman qırılmadan sonra baxın uşaqlar, yəni izah edirəm sizə. Biz hər zaman burada bizim bir trendimiz varsa və qırılma baş veribsə, burada bizim dirəncimiz qırıbsa, biz dirənci qırdıqdan sonra buradan əməliyyata deyil də, biz əməliyyata buradan girməli deyilik. Biz nəyə gözləməliyik? Biz geri dönüşü gözləməliyik, hansı ki korreksiyanı gözləməliyik və əməliyyatımızı bu şəkildə açmalıyıq. Yəni biz bura giriş təyinatı təyin etməliyik və burada görün nə qədər rahat şəkildə biz stop lossumuzu çox güvənli şəkildə ata bilərik. Çünki bu geri dönüş etsə belə, bura korreksiya verib, aldadıcı qırılma belə yaratsa belə bizə nə verir burada? Biz əlbəttə ki, xeyrimizi buradan götürə bilərik. Ona görə buradan rahat şəkildə birinci növbədə take profit'i təyin etdiyimiz zona, birinci take profit'imizi təyin etdiyimiz zona bura olmalıdır.
Yəni bunun maksimum birinci olaraq qalxa biləcəyi mövqe olmalıdır. Hansı ki, burada özünə bu direnc yaradıb. Yəni o direncə qədər birinci take profitimizi qoyuruq. Aydındırmı? Yəni buradan karı götürdünsə, geri çəkilmək çox gözəldir. Niyə? Çünki gəlin bunu silək. Çünki burada özünə bir güclü uşaqlar nə yaradıb? Direnc yaradıb. Yəni bu nəyə işarədir? Bu direncə dəyib aşağı belə dönə bilər. Yəni trend yönü dəyişib, burada da qırılma baş verə bilər. Çünki burada bir dəfə test edib, qayıdıb, əksinə korreksiya edib, qırılma baş verə bilər. Ona görə biz əməliyyatımızı sığortaya almalıyıq. Birinci təpədən xeyrimizi götürürük, take profitdən və geri çəkilmə edirik. Keçək başqa bir izahadan. Fərqi yoxdur. Gəlin keçək hər hansı bir valyut üzərinə edək. İndi bir coin üzərinə etdik. Keçək valyut üzərinə ticarət edək. Mən burada dəqiqəliyə baxıram. Gəlin keçək swing trade'ə. Gəlin saatlığa baxaq. Və biz uşaqlar hər zaman deyirəm, dəstək və direnclər hər zaman önəmlidir bu ticarətdə. Mənə görə ən gözəl strategiyalardan biri dəstək və direnci doğru şəkildə çəkib və doğru şəkildə əməliyyatlarımızı açmaqdır və uşaqların həqiqətən də dəstək direnci qırılmalarından sonra çox gözəl nəticələr əldə edə bilirik. Yəni biz onsuz da bilirik ki, bizim trendimiz üzü yuxarıdır, yəni üzü yönlüdür, üzü belə yuxarı bir gediş var. Və uşaqlar, biz yenə də deyirəm, əməliyyata çox insanlar trendin yönünü bilirlər deyə belə bir trend zonası baş verdi. Burada dəstək direnclər təyin edirlər. Deyək ki, misal üçün, buradan bir belə deyək, dəstək təyin ediblər və buradan belə bir direnci var. Əlbəttə ki, dəstək direnclərdən əməliyyat açmaq çox gözəldir. Yəni, dəstək, direnc, üzr istəyirəm, və dəstək. Yəni, direnc baş verdi. Burada bunun dəstəyi varsa, uşaq dəstəyə toxunuşdan sonra yuxarı getmələr baş verə bilər. Amma biz, üzr istəyirəm, qırılmalardan əməliyyat icra edirik və bir daha əməliyyat açmaq istəyirik. Qırılma baş verdiyi təqdirdə uşaqlar, qırılma baş verən kimi əməliyyata girmək lazım deyil. Yadınızda saxlayın. Qırılmanın təsdiqini mütləq şəkildə gözləmək lazımdır. Hansı ki, stop loss və take profitimizi buralığa təyin edəcəyik. Hər zaman qırılma baş verir və geri dönüşlər olur. Biz qırılma baş verdikdən sonra deyil, bəzən baş verir, qırılma baş verir, uzun impuls yaranır, uzun şam gedir, yüksəlir və oradan da geri dönüşlər olur əlbəttə ki. Amma mən sizə sadəcə hər yerdə baş verə biləcək qırılmalardan izah edirəm. Yəni, buradan qırılma baş verdisə, biz əməliyyata hər zaman deyirəm, uşaqlar, korreksiya geri korreksiyalar verir. Korreksiyadan əməliyyata giririk. Stop lossumuzu da əlbəttə ki, buralıqda bizim güclü bir zonalarımız var. Ona əsasən təyin etməliyik. Deyək ki, stop lossumuzu belə bir güvəncə aldıq və əgər şamlar bədən olaraq bu sahələrdə bitirmə baş veribsə, biz rahatlıqla əməliyyat açmalıyıq. Əlbəttə ki, %100 heç nə yoxdur. Yəni, bizim açdığımız əməliyyatlar 70-80% uğurlu ola bilər. Ona görə 70-80% uğurlu olduğuna görə qırılmalarda əməliyyat açırıqsa, bu da o deməkdir ki, biz gün içərisində və ay içərisində karda ola bilirik, yəni xeyirdə ola bilirik. Ona görə qırılma zonalarını düzgün təyin edin. Təsdiqin tapmamış qırılmalara keçməyin. Təsdiqin tapmamış qırılmalar, yəni alladıcı qırılmalar. Keçək uşaqlar, baxın izah edirəm sizə alladıcı qırılmalardan. Deyək, bunları silək. Uşaqlar, biz bunları sildik. Burada alladıcı qırılma nədir? Fikir verirsiniz uşaqlar, burada diqqətlə baxırsınızsa, burada uşaqlar nə görürük? Burada alladıcı qırılmalar var və geri dönüş edir. Əgərlər bu alladıcı qırılmadan biz əməliyyat açsaydıq, biz burada stop olacaqdıq. Aydındırmı? Bax, gəlin belə bir şey görsədim. Deyək ki, bu alladıcı qırılmadan əməliyyat açırıq. Qırılma baş verdiyindən sonra stop da təyinatımız var. Düzdürmü? Buralara qədər bir stop qoymuşuq və gəlib bizi stop edir. Ona görə biz buradan əməliyyata girmirik. Biz gözləyirik, burada qırılma baş verir. Alladıcı qırılma. Deməli, burada bir oynama var, yaxud da ki, bura toxuna bilər, buradan qalxa bilər. O öz yerində. Sadəcə biz qırılmanın təsdiqini. Baxın, şam bədən olaraq qırılma baş verib və korreksiyalar, geri dönüşlər edib. Biz bu geri dönüşlərdən əməliyyata girməliyik uşaqlar. Bu geri dönüşlərdən əməliyyata girməliyik. Bu zonalarda isə xeyrimizi götürməliyik. Aydındır mı? Ona görə əməliyyata düzgün şəkildə girmək lazımdır və makerlara fikir vermək lazımdır. Makerlar uşaqlar hər zaman bizi stop edə bilirlər.
və yaxud da ki, belə bir şey deyim sizə. Əgərlər əməliyyat açmışıqsa, biz buradan yuxarı yönlü əməliyyat açmışıqsa, makerlar çox stop edirlər deyə bizim stopumuzu da görürlər və çoxluq eyni strategiyadan istifadə etdiyinə görə inşallah hər kəsi müəyyən hissədə çoxluq var və gəlib orada makerlar stop edir. Biz makerlara belə deyək, bir növ allatmalıyıq. Yəni çünki onlar bizim pulu mənimsəyir deyə biz də onlara belə deyək, fırlaq gəlməliyik və biz nə etməliyik? Əgərləri görürsə çöküş, aşağı düşüş çoxdursa, buralarda bir zonalar var. Əlbəttə ki, burada dəstək və dirənclər də var. Onların təyinatı edirik və aşağı doğru çox gəldiyini görürüksə, inşallah bir tık aşağı çəkib sığortaya alırsa, onsuz da əgərlər buradan da aşağı düşərsə, deməli bu demək ki, onsuz aşağı gedəcək. Sadəcə olaraq belə bir şeylər baş verir. Geri dönüş edir, bu zonanı bitirir, sizi çoxunuzu stop edir və buradan yuxarı gedir. Və mən belə bir şey görəndə inşallah adətən stopu ləğv edirəm və gözləyirəm. Çünki mən 90%, 70% əminəm ki, trend üzü yuxarıdır, yüksəlişi var, müəyyən xəbərlərə baxmışam, texniki analizimi düzgün şəkildə etmişəm, bu yuxarı yönlü gedəcək. Sadəcə korreksiyalar edib, çoxluqları, makerlar nə edir? Stop edir. Biz də bu stopdan qaçmağımız üçün ona görə belə bir strategiya özümüz üçün belə deyək, araşdırıb bir strategiya təqbil etmişik və bu strategiya əlbəttə ki, çox şey yarayır. Hansı ki, stop loss düzgün şəkildə təyin etməklə. Aydındır inşallah. Bugünkü təlim videomuz bu qədər. Ümid edirəm ki, inşallah bu video sizin üçün ticarət sahəsində çox köməyiniz olacaq. Başqa bir videoda görüşmək ümidi ilə Allah'a əmanət olun.